Deməli mənim əzizlərim, qardaş bayırda valideyni qulaq asmır, dərman falan çəkir eləyir. Neyse. Qulaq as, adın nədir sənin? Ömer. Ömər? Ömər, 17 yaşın var da sənin, hə? 16-17'sindeyim ben. Qulaq as, sənin valideynlə danışmışıq. Valideyn deyir ki, biz onunla bacarmırıq, köməkli eləyin. Mən də xahiş eləmişəm reabilitasiyadan sən yaparsan. Sən neyinirsən, ümumiyyətlə danış, nə istifadə edirsən? Ben de şey istifade edildim. Ben çare kötüyüm ben. Lirika Hə, falan. Tapmayanda yani ürək dərmanı var. nə? Tapmayanda bunlar. Yox, ürək dərmanı neyinir ki sənə? Ürəyim çox sıxılır. Çox Titrəsmə verirəm, başım fırlanır, gözlərimin içi elə bir iynə batırırlar. Qulaq as, bu nə əlivə baxın sən, nakolka. Bunları haç anlayır, sən hospitə eləmişsən, sən Qollarında da var, bir dənə burada bir var, bir dənə üç var burada. neyinsin, sən kimə öyrədib, kimə baxıb şey eləmişsən ki? Həm boşalmışam, siqarlıqdan. Yəni dedi, hərəsi dedi, bir dənə üstü, bir də gördüm ki, lilika, nə gəldi qoydu, çəkirəm, atıram. Bayırdasan, evi də maman deyir ki, sənlə bacarmırlar, məktəbə gelmirsən. Bakalım. Qulaq as, indi sənə köməklik göstərəcək inşallah. İnşallah. Salam qardaş. Sağ ol. Anonimlik pozmaq istəmirəm, ona görə ad çəkmirəm. Necə oldu? Neçə yaşın var? Mənim 17 yaşım var. Necə oldu gəldin üstün reabilitasiya mərkəzinə? Bura qardaşım, yəni bir çətin vəziyyətdə gəlmişəm. Bir sökü evdə gəlmişəm. İndiki vəziyyətim Allah'a şükürlər olsun ki, çox qəşəngdir. Sağalma yolundayam. Mən yüngül istifadə edirdim. Sonradan gördüm ki, məndə yəni daha da ağır istifadədə şey var. İstək yaranır. Sonradan özüm qərar verdim ki, yəni getməyin də o yollara. Çıxın. Belə tez qayıtmaq daha yaxşıdır. İcazə versəydin sənə suallar vermək istəyirdim qardaş. Aha, qardaşım. Özünü üç sözlə necə təsvir edə bilərsən? 17 yaş sənin üçün nə deməkdir? 17 yaş mənim üçün o deməkdir ki, mən bu yaşda görmədiyim çətinliklər olmadı. Yəni soyuqda qaldım, çöldə qaldım, ac qaldım. Yəni başqa ailənin uşaqlarına baxırdım. Yəni paxıllıq çəkirdim ki, atalara zad gəlir, götürür, aparır. Yəni mən də istər-istəməz paxıllıq çəkirdim. Kim olduğunu necə deyərdin? Kim olduğumu